Salam dəyərli müştərilər, hər vaxtınız xeyirli olsun. Mövzuya keçid etməmişdən öncə deyim ki, kitab dilindən danışmıram. Ola bilər ki, sözlərdə ola bilər fikrimi tam sizə ötürə bilməyim. Amma sırf bu mövzu məhsulun orijinal, hansı məhsul orijinaldır, hansı məhsul saxtadır, onu ayırt etmək üçün çəkmişik. Özdə özümüz üçün, bizlər üçün çəkmişik. İndi qlobala düşsə daha da yaxşıdır, hər kəs üçün faydalı olar. Biz saxta məhsul satmırıq. Bizi tanıyan müştərilər bilir. Tanımayanlar da nə qədər desək buradan ki, bizdə məhsul orijinaldır. O mövzunu da qoyuram kənara. Bu məhsul Dutfirdən gəlib. Tam orijinal məhsuldur. Birinci orijinal məhsulu təqdim edək. Tam buna əmin olaq. Məhsulumuz tam orijinaldır. Dutfirdən gəlib, Dutfirin özünə məxsus QR kodu, məhsulun özünün QR kodu, batch kodu. Yəni bu məhsul 100% orijinaldır və ödəniş çeklərinə qədər göstərə bilərəm. Məhsulumuz 100% orijinaldır. Bu bir kənara. Bu saxta məhsul Dubai versiyasıdır. Dubai versiyasını niyə seçdik? Çünki bunun Kitay versiyası da var. Dubai versiyasında ümumiyyətlə daha çox diqqət ediblər hazırlanmasında. İlk öncə salafanına baxaq. Görürsünüz. Amma orijinalda ümumiyyətlə yoxdur. Məhsulun batch kodu var. İndi burada görsəmi qutu açılış yolunda görəcəksiniz. Mənim ən sevdiyim tərəzidir bu. Uzun müddətdir məndədir. Məhsulun çəkisinə baxaq. Bilirsiniz ki, orijinal məhsullar daha keyfiyyətli şüşələrdən daha ağır olur. Saxta məhsulun çəkisinə baxırıq. 452 qramdır. Saxta məhsulun çəkisidir. Orijinal məhsulun çəkisi 458 qramdır. Və indi qutu açılışı olacaq. Orijinalda açaq. Üzərində ikisində logosu var. Çox bənzərliyi var. Hətta qoxudan da danışacağım sizə. Rəngləri belə bənzəyir. Saxta məhsulun qapağına baxın, hətta bu logosunda belə əlavə çox dəqiq, yəni işlənilib saxtanın üzərində. Və çəkisinə baxırıq bunun 5 qram. Saxta məhsulda 5 qramdır çəkisi, qapağın. Orijinalda isə 19 qramdır. Görsün nə qədər fərqlənir. Yaxınlaşdırım, tam dəqiq görək bunu, fikir verirsiniz. Baxın. Xətt belə gedir. Şüşənin bilinir ki, sexdə hazırlanmış bir şüşədir. Fikir verin. Orijinallarda elə bir yoxdur, elə bir problem. Baxın, yazılarına baxın. Belə şey deyirəm ki, artıq gedir. Fikir verin. Görürsünüz. Orijinallarda elə bir problem olmur heç vaxt. Nə qədər elə siz İndi mən sizə tam olaraq yaxından göstərəcəm. Bir dəqiqə ekranı yaxınlaşdıraq. Saxta məhsulun batch kodu 38Y502. Fikir verin. Saxta məhsul təsəvvür edirsiniz. 38Y502 demək olaraq ki, eyni batch koddan çıxdı. Yəni tam olaraq batch koda güvəmin 38Z 2015. Bax,
38/2015. Qaydırıq yenidən ətrimizin qoxusuna. Ən önəmli nöqtə budur. Səbəb çünki sintetik məhsul orijinal məhsulun qoxusuna bənzəyir. Yəni həqiqətən də bənzəyir. Spreyini yoxlayacağıq sadəcə. Qoxusunu mən onsuz da bilirəm. Baxın. Saxta məhsulun spreyidir. Orijinal məhsulun. Görürsünüz. Necə? Görürsünüz? Fərqini görürsünüz. Amma qoxu çox bənzəyir. Orijinal məhsullar daha tünd, daha şleyfi güclüdür. Ətrin içindəki olan kağızı var. Ona belə yəni baxacağıq. Çünki tam olaraq dərindən bu ətri ayırd eləmək lazımdır. Görək bunlar sizlərə eynidir. Saxta məhsulundur. Orijinal məhsulundur. Demək olar ki, eynidir. Bunun da çəkisinə baxırıq. 13 qram. Orijinalda 11 qram. Boş qutuların çəkisinə baxacağıq. 28 qram. %27 qram. Görürsünüz. Videonu yekunlaşdırıram və xoş ətirli olun həmişə. Çalışaq ki, aldanmayaq. Yenə deyirəm, mən bu işdə 10 ildə artıq bu işdəyəm. Bu ətir həqiqətən məni narahat edirdi. Paylaşdım ki, daha faydalı olsun, daha da bilgili olaq. Çalışaq aldanmayaq.